Masazır qəsəbəsində Duz gölünün yaxınlığında yerləşən Park Solero yaşayış kompleksindən narahat edici görüntülər Patrulazın qaynar xəttinə daxil olub. Qaynar xəttimizə daxil olan şikayətə görə ərazidə kanalizasiya sistemi olmasına baxmayaraq gecə saatlarında suların kənara axıdıldığı iddia olunur. Sakinlər bu vəziyyətin artıq dözülməz hal aldığını, həm qoxu, həm də sanitar baxımdan gündəlik həyatı çətinləşdirdiyini bildiriblər. Sakinlərin sözlərinə görə məsələ birdəfəlik yox, təkrarlanan hal kimi müşahidə edilir və xüsusilə gecə saatlarında daha kəskin şəkildə ortaya çıxır. Bu isə həm yaşayış rahatlığını pozur, həm də ətraf mühit üçün ciddi narahatlıq yaradır. Duz gölü ətrafının ekoloji baxımdan həssas zona olması vəziyyəti daha da ciddidir. Sakinlər aidiyyatı qurumların məsələyə dərhal müdaxilə etməsini, problemin mənbəyinin araşdırılmasını və həll edilməsini tələb edirlər. Patrulaz olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hər zaman hazırıq.